Əbu-Dabi görüşündən dərhal sonra İrəvandan gələn konstitusiya dəyişikliyi ilə bağlı xəbərlər prosesi daha da aktuallaşdırdı. Bu, tərəflərin yekun sülh sənədinə doğru praktiki mərhələyə keçdiyini göstərən siqnal kimi qiymətləndirilir. Eyni zamanda liderlərin vasitəçisiz formatda görüşməsi regionda qərarların artıq birbaşa dialoq yolu ilə formalaşdığını nümayiş etdirir. Görüşün həmən ardından Ermənistanda belə bir xəbər gəldi ki, artıq mart ayında Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı proses sürətlənib. Bu deməyə əsas verir ki, artıq iki ölkə arasında yekun sülh sənədinin imzalanması ilə bağlı bütün hazırlıqlar davam eləməkdədir və Əbu-Dabi görüşü eyni zamanda dünyaya bir mesaj oldu ki, artıq Azərbaycan və Ermənistan heç bir üçüncü ölkənin və ya beynəlxalq təşkilatın vasitəçiliyi olmadan təkbətək görüşlər təşkil edə bilir və müəyyən konkret razılıqlar əldə olunur. Qeyd edək ki, görüşdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIP və digər layihələrin həyata keçirilməsinə də müzakirə etdilər. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqlədilər. İki tərəfli normallaşma prosesinə dəstək məqsədi ilə təmasları davam etdirmək barədə razılığa gəldilər.